Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleykum, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz Nəhcül Bəlağənin birinci xütbəsinin şərhində idi. Yetişdik xütbənin bu hissəsinə Həzrəti Əmir əleyhissalam belə buyurur. Və mən əşərə ileyhi fəqad həddəhu və mən həddəhu fəqad əddəhu. Və mən qalə fīmə fəqad zammənəhu və mən qalə aləmə fəqad əxlamə min. Xütbənin bu hissəsinin mənası, qısa tərcüməsi bundan ibarətdir ki, hər kəs Allaha işarə edərsə, həqiqətdə Allah Taalanı məhdud etmişdir. Hər kəs də Allah Taalanı məhdud edərsə, həqiqətdə onu hadis və sonradan yaranmışlardan hesab etmişdir. Həmçinin hər kəs Allah barəsində belə deyək ki, fīmə, Allah Taala haradadır? Fəqad zəmmənəhu. Əgər Allah barəsində bir nəfər desə ki, o haradadır, həqiqətdə Allah Taalalı həmin şeyin zimnində, içərisində qərar vermişdir. Və mən qalə ələmə. Hər kəs desə ki, Allah barəsində bu sualı etsə ki, Allah Taala nəyin üzərindədir? Fəqat əxla minhu. Həqiqətdə Allah Taalanı həmin o məkandan xali hesab etmişdir. Bu xütbənin zahiri tərcüməsidir. Təbii ki, İmam Əli əleyhissalam burada Allah barəsində olan bəzi məsələləri, Allahşünaslıq barəsində olan bəzi məsələləri bizim nəzərimizə çatdırır. İmam buyurmaq istəyir ki, burada demək olar ki, bir kəlmə zəmmənəhu kəlməsidir. Zəmmənə həqiqətdə zimin kəlməsindən götürülüb, mənası bir şeyin içində qərar verməkdir. Zəmmənəhu mənası budur. Əxla da xəla kəlməsindəndir. Mənası bir şeyi boşaltmaq mənasında. Əxla yəni boşaltdı, onu boş qərar verdi. Amma burada fīmə kəlməsi və əlamə kəlməsi var. Əslində bu fi ma idi. Fi cər hərfidir. Ma da ki istifham hərfidir. Əlamada da həmçinin əla-ma. Əslində ələmə ki burada gəlib, əslində ma idi. Lakin bunlar birləşdiyi üçün bunu ələmə, Quranda da nümunələri vardı. Əmmə yətəsaəlun əslində əmma yətəsaəlun idi. Bu lüğətlərin mənası. Amma izahı bundan ibarətdir ki, İmam Əli əleyhissalam ki, buyurur ki, və mən əşarə ileyhi, hər kəs ona işarə edərsə, buyurur ki, ey mən əşarə ileyhi bi işarətin əqliyyətin əv hissiyyə. Fərqi yoxdur. İnsan istəyi ağılında, Allah barəsində zehnində elə bir məfhumu təsəvvür edə və deyə ki, Allah Taala odur. Və yaxud hissi, yəni nəuzubillah, Allah Taalaya işarə eləyə ki, Allah Taala göydədir və yaxud da sağdadır və yaxud da sordadır. Hər halda Allaha istəyir zehnində bir varlıq verib, zehnində bir təsəvvür yaradıb, işarə edə, buna deyirlər əqli işarə. Ya əgər hissi işarə, müəyyən cəhətdə onu nəzərdə tuta, ona işarə edə, İmam Əli əleyhissalam buyurur ki, hər kəs Allah Taalaya bu formada işarə edərsə, fəqət həddəhu, belə bir insan Allah Taalanı məhdud etmişdir. Ey cəələhu məhdudən bi həddin xassın, həqiqətdə Allah Taalanı sən nə elədin? Onun üçün digər maddi varlıqlar kimi bir hədd qərar verdin. Məsələn, Allah Taala bu mahiyyətə malikdir. Zehnində ki, məsələn, maddi varlıqlardan necə surət yaradırsan, əgər Allah barəsində də zehnində elə bir təsvir yaratdın və dedin Allah Taala odur, həqiqətdə o təsvir qədərində Allah Taalanı məhdud hesab eləmisən. Davamında səbəbinə də işarə edir. Deyir, çünki əgər insan istəyir əqli və yaxud hissi Allah Taalaya işarə etsin, işarə olunmuş varlıq İstər-istəməz müəyyən bir cəhətdə olmalıdır. Sən ki, ağlı baxımdan Allah Taalanı təsəvvür elədin, bir dənə taxtın üzərində ona işarə elədin. Pəs Allah Taalanı həmin cəhətdə qərar veribsən. Və yaxud məsələn, hissi baxımdan Allah Taalanı qiblədə, sağda, solda olmağın
təsəvvür edib ona işarəyi hissi edirsən, bu da həqiqətdə bir növ Allah Taalanı məhdud eləməkdir, Allah Taalanı müəyyən bir cəhətdə qərar verməkdir. Və kullu ma huve fi cəhə fəhuve məhdudun. Hər bir varlıq ki, müəyyən bir cəhət olarsa, bəs həmin cəhətdədir. Sağ tərəfdə, sol tərəfdə, qiblə tərəfdə, arxa tərəfdə, hər halda müəyyən bir yerdə təsəvvür etdinsə, bəs onun bir həddi vardır. Artıq o solda deyil, sağda deyil, arxada deyil. Məsələn, qabaq tərəfdədir. Və davamında buyurur ki, ola bilər deyəsin, bəs bunun nə işqalı var, nə iradı var ki, Allah Taalanı müəyyən bir cəhətdə və Allah Taalanı bir növ məhdud eləmiş olaq. Bunun nə iradı və işqalı var? İradına İmam Əli əleyhissalam davamında buyurur ki, və mən həttahu fəqəd əddahu ey mən cəələhu məhdudən mütənahiyə fəqəd əddahu fil əşyail muhdəsə. Buyurur ki, insan əgər Allah Taalanı məhdud elədi, onun bir nəticəsi vardır. Onun bir nəticəsi nədir? Bəs insan ki, Allah Taalanı müəyyən bir cəhətdə qərar verdi, məhdudlaşdırdı, həqiqətdə insan artıq Allahı o hadis şeylərdən qərar verib. Yəni, əvvəl yox idi, sonradan vücuda gəldi. Bunun dəlili də var, ha? Yəni, əgər bir varlıq müəyyən bir cəhətdədirsə, məhduddursa, məhdud olan bir varlıq ki, xaliq ola bilməz. Bəs bu, həqiqətdə saya gələn və hadis və sonradan yaranan varlıqlardan olacaqdır. Bunun dəlilinə Mirzə Həbibullah Xuyi buyurur ki, لِأَنَّ həqiqətə zatihi, çünki bizim Allah barəsində olan elmimiz, etiqadımız, inancımız budur ki, Allah Taalanın zatının həqiqəti həqiqətül vücudi sırf. Sırf varlıqdır ki, onun heç bir həddi, hüdudu yoxdur. Əlləzi şiddəti qüvvətihi la təntəhi ilə həddin və nihayə. O varlığın qüdrətinin çoxluğu o qədər tam olaraq bir varlıqdır ki, onun elə bir həddi, hüdudu, nihayəti yoxdur. Bütün varlıq, aləmini sanki bürümüşdür və doldurmuşdur. Bu baxımdan fəəynəmə tuvellu fəsəmmə vəchullah. Siz hara nəzər etsəniz, haranı zehninizə gətirsəniz, hər bir yerdə Allah var. Amma necə, nə cürə biz artıq Allahın vücudunun həqiqətini ki, biz dərk eləyə bilmirik. Ki, burada gərək fəlsəfi bəhslərdə mətrəh olunsun ki, əsalət vücudladır, vücud qabili təşkikdir və digər məsələlər. Pəs bu baxımdan qeyd etməliyik ki, biz Allah Taalanın gərək istəyir işarə hissi olsun və yaxud işarə əqli olsun, biz bu baxımdan Allah Taala işarə edə bilmərik. Zehnimizdə bir təsəvvür yaradaq deyək, Allah odur və yaxud Allah Taala deyək ki, qiblə tərəfindədir, ora işarə edək. Burada Allahı məhdud etmiş oluruq. Allahı məhdud etsəyindən nəticədə Allah Taala bir sonradan yaranmış bir varlıq olur. Bir halda ki, Allah Taala qeyri-mütənahidir. Əlbəttə, Ağay Mirzə Həbibullah Xuyi buyururlar ki, ola bilər məqsəd ki, əddəhu kəlməsindən, yəni konhu za ədədir. Yəni, Allah Taalanı siz əgər məhdud şəkildə bir yerdə qərar verib ona işarə etsəniz, həqiqətdə Allah Taalanı siz sayılan varlıqlardan hesab etmiş olursunuz. Necə biz deyirik ki, bu insan, o insan, Allah Taala da əgər müəyyən bir cəhətdə olub, qabili işarə olsa, yəni işarə etmək ola, mümkün olarsa, o da həqiqətdə nə olacaq? Məhdud olacaq. Məhdud olandan da sonra sayılan varlıqlardan olacaq. Sayılan varlıqlarda olsa, istər-istəməz bunun tərkibi, mürəkkəbliyi lazım gəlir və nəticə etibarı ilə öz əczasına ehtiyaclı olur. Ehtiyaclı olan bir varlıqda heç vaxt Allah ola bilməz. Bu da xütbənin bu hissəsi. Əlbəttə, Ağay Mirzə Həbibullah Xuyi buyururlar ki, biz ki, burada dedik, hər kəs əleyhissalamın kəlamının izahında hər kəs Allah Taalaya işarə edərsə, buradadır, nə bilim, zehnində təsəvvür yaradıb ona işarə edərsə, bu olmaz. Amma buyurur ki, ola bilər işarə-i hüzuri müqabilində bir işarə də vardır, işarə-i qeybiyyə. İşarə-i qeybiyyə buyurur ki, mümkündür. Məsələn, Allah Teala Quran-ı Kərimin İxlas surəsində işarə-i qeybiyyə elir. O demək olar. Çünki o deyəndə, məsələn, bizə qul, ya Peyğəmbər, denən huvə, o, Allahu əhəd, o Allah vahiddir.
Burada ona işarə olundu, amma bu işarə hissi deyil. Bu işarə huzuru deyil. Demirsən ki, Allah buradadır, ona işarə eləyirsən, sağdadır, soldadır. Bəlkə deyirsən, o varlıq ki, biz onun həqiqətini dərk eləmirik, bizim zahiri gözümüzdən qayibdir. O Allah vahiddir, əhəddir. Bu baxımdan bu ki, fətəcuzu fi həqqi işarə-i qeybiyyə Allahın barəsində caizdir. Davamında bu ki, fəqət vəqət fi kitabil əziz. Allah Teala Quran-ı Kərimdə üzr istəyir. Bəli, Allah Teala Quran-ı Kərimdə buyurub ki, Qul huvallahu əhəd. İxlas surəsinin 1-ci ayəsi. Və bunun barəsində də İmam Baqir əleyhissalamın da gözəl bir hədisi vardır. Buyurur ki, min ənə kəlimətə huvə, bu qul huvallahu əhəd cümləsində olan əhəd kəlməsi ismun mükənna müşarun bihi ilə qaibin. Elə bir isimdir ki, onun vasitəsində bizim gözlərimizdən, hətta ağıllarımızdan qayib olan bir həqiqətə, yəni Allah Teala'ya olan bir işarədir. Amma bu işarə-i qeybidir. İşarə-i huzuru deyil ki, gözümlə görüb işarə edəm və yaxud zehrimdə bir təsəvvür yaradam, ona işarə edəm. Burada olan qul huvədə, huvə kəlməsinin əvvəlində olan hu, fəlhau tənbihün, tənbih hərfidir. Vəl-vavu işarətün iləl-qaib ənil-həvas. Orada olan vav ki var, zəmir də həqiqətdə, amma qayibdə, gözlərdən, hisslərdən, dərklərdən qayib olan bir varlığa işarədir. Kəma ənnə haza işarətün ilə-şahidi. Necə ki, biz hazeyn, haza bu deməkdir, bu yaxın. Hazı ilə biz yaxına işarə edirik, hazırda olana. Huvə ilə də biz həqiqətdə işarə edirik, qayib olan, həvasdan qayib olan bir varlığa. Və bunun izahında da belə deyirlər ki, kafirlər gəldilər Peyğəmbərin xidmətinə, dedilər ki, bizim necə Allahımız varsa, sən də özün üçün öz Allahını bizə göstər. Fəqalı, belə dedilər ki, hazihi alihatuna. Bu Kəbədə olan bu bütlər ki var, bu bizlərin Allahımızdır. Əl-məhsusa, əl-mudraka bil-əbsar. Hiss olunur və gözlə də dərk olunur. Görünən bir varlıqdır. Fəəşir əntə ya Muhammed ilə ilahikə əlləzi tədu ileyhi hətta nərahu və nudrikuhu liyənna ləhu fihi. Deyir, sən də ya Muhammed, onlar ki, Peyğəmbərliyin qəbul eləmirdi. Ey Muhammed, sən də öz Allahı ki, ona dəvət edirsən, onu bizə göstər. Biz də onu dərk eləyək. Onlar bunu deyəndə bu ayə nazil oldu. Fəənzələllahu təbarəkə təala qul huvə. Ya Peyğəmbər onlara de ki, huvə işarətun ilə kunihi təala ənzalik. Yəni Allah Teala sizin bu işarənizdəki məni bizə göstər, bu göstəriləsi bir şey deyil. O ki gözlərdən qayibdir, o Allah əhəddir, vahiddir. Bəli huvə yudrikul əbsar və huvəl-lətiful xəbir. O gözləri dərk edir, amma o dərk olunası deyir zahiri gözlərindən. Allah mənahu, burada Allahın da mənası əl-mə'budul-ləzi ələhəl-xəlqü ən-idraki zatihi. Qul huvəllahu denən ya Peyğəmbər, o Allah nədir? Yəni elə bir məbuddur ki, məxluqat onun zatını dərk etməkdən acizdir. Allah bu mənada. Əhədin mənası nədir? Əhədin də mənası mənahu əl-fərdül mütəfərrid əlləzi la nəzirə ləhu. Elə bir təkdir ki, onun heç bir misli, bərabəri yoxdur. Bizə ayrılan vaxt tamam oldu. Xütbənin davamını inşallah gələn verilişimizdə siz əzlərin nəzərinə çatdıracağım. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.